Salam dostlar. Biz bugün bir çoxlarınızın xahişinə əsasən Nvidia-nın təhlilini aparmağa çalışacağıq. İlk öncə onu demək istəyirəm ki, hər bir halda bugünkü təhlil və ümumiyyətlə bu cür təhlillər heç bir zaman investisiya tövsiyəsi kimi qəbul edilməli deyil. Bu sadəcə sizin çıxış nöqtələrini müəyyənləşdirmək üçün bir ipucu ola bilər. Hər bir halda bazara hər kəs öz risk və istəklərini nəzərə alaraq girir və ona görə də özü şəxsən məsuliyyət daşıyır. Və nəzərə alın ki, ümumiyyətlə investisiya, trading bunlar yüksək riskli əməliyyatlardır və burada time management və money management mütləq ona riayət olunmalıdır və bunlarla bağlı ümumiyyətlə tradinglə, investisiyalarla bağlı maraqlanırsınızsa, indi qeyd etdiyim məsələlərlə bağlı və digər məsələlərlə bağlı indi mən göstərəcəm dalğa analizi. Yəni mən çox illik təcrübəmə görə hesab edirəm ki, ümumiyyətlə instrumentlərin dalğa qrafikini, daha doğrusu qrafikini öyrənmək üçün ən yaxşı alət, nəzəriyyələr, prinsiplər dalğa, Elliot dalğa nəzəriyyəsində öz əksini tapıb və burada ən yaxşı təhlillər həyata keçirmək üçün imkanlar mövcuddur. Deməli, qrafiklər ümumiyyətlə daha yuxarı time frame-dən başlamaq lazımdır analizə. İndi gördüyünüz kimi mən həftəlik qrafiki time frame açmışam və burada müvafiq olaraq biz dalğaları işarələməyə keçirik. Deməli, ilk olaraq müəyyənləşdirək. Bu qrafikin başlanğıcıdır. 0 nöqtəsi kimi qeyd edək. Deməli, birinci dalğa, ikinci dalğa korreksiya dalğası, üçüncü impuls, 4 korreksiya və 5-ci dalğa. Bunu biz göy rənglə müəyyənləşdirək. Deməli, indi gəlin biz bax bu dördüncü. Ümumiyyətlə xatırladım ki, Elliot dalğa nəzəriyyəsi 8 deməli dalğadan ibarət olan bir nəzəriyyədir. Yəni burada bir sikl 8 dalğadan ibarətdir. 5 impuls dalğası və 3 korreksiya dalğasından ibarətdir. İndi biz burada 5 impuls dalğasını qeyd elədik həftəlik time frame-də. Ondan sonra deməli artıq 5-ci dalğa vurulandan sonra bazar korreksiyaya keçəcək, amma hələ korreksiyaya gördüyümüz kimi var. 5-ci dalğa hesab edirəm ki, yekunlaşmayıb. İndi biz bunu müəyyən eləmək üçün nə etməliyik? Daha aşağı dərəcəli dalğaları müəyyən eləməliyik. Yəni bu 5-ci dalğanın strukturunu, daxili strukturunu müəyyən eləməliyik. Bu necə aparılır? Deməli biz baxsaq, mən sizə göstərim. Dalğa olaraq görürsünüz, bu birinci dalğa hesab olunur. İkinci dalğa, üçüncü dalğa, dördüncü dalğa və sonra da 5-ci dalğa daha yuxarı gedəcək və bundan sonra impuls yekunlaşacaq və korreksiyaya başlayacaq. 3 dənə dalğa korreksiya olacaq. Yəni bu belə. Deməli indi keçək bu 5-ci dalğanın daxili strukturlarını müəyyənləşdirməyə. Gündəlik time frame-də biz burada üçbucaq görürük. Üçbucaq özü də daxili strukturlardan ibarətdir. Biraz kiçildək qrafiki, bu daha aydın görünsün. Deməli, biraz da düzəldək. Deməli, bax, çünki dördüncü dalğanın daxili strukturu. Daxili struktur burada üçbucaq görünür. Ondan əvvəl biz deməli, daxili struktur dalğalarını müəyyənləşdirməliyik. 0 nöqtəsi bu dördüncü dalğanın başlanğıcına, yəni yuxarı səviyyəli, dərəcəli dördüncü dalğanın başlanğıcına
başlayırıq. Bu birinci dalğa, 2 korreksiya, yenə bayaq kimi müvafiq olaraq bu 3-dür. Artıq dördüncü dalğa, deməli üçbucaq olduğundan onu hardasa üçbucağın sonuna müəyyənləşdirməliyik və müvafiq olaraq 5-ci dalğa gələcək. Bunu götürək. Deməli, bax bu yuxarı dalğadır, dərəcəli dalğanın strukturudur. Bu da aşağının rəngini dəyişdirək ki, biz onu fərqləndirə bilək. Vizual olaraq fərqli görünsün, onu sarı rəngdə göstərir. Bu daxili strukturun elementləri artıq sarı rəngdədir. Biz 5-ci dalğanın struktur elementləri 5 pilləli aşağı səviyyəli dalğalardır. Yəni bunu da biz göstərsək, bax, vizual olaraq belə olacaq. Baxın, deməli, bax, bu birinci dalğa, ikinci dalğa, üçüncü dalğa, 4, burada hardasa yekunlaşacaq və 5-ci dalğa. İndi, deməli, üçbucağın özünün daxili strukturları var. O da A, B, C, D, Y ilə işarə olunur. Yəni, burada bu qaçan üçbucaqdır. Çünki qaçan üçbucaqda, deməli, mən göstərim. A, B, C, D, Y də hardasa buralarda olacaq. Deməli, qaçan üçbucaq nədir? Bu, burada B dalğasını görürsünüz. B. B, bu üçüncü dalğadan daha yuxarıdır. Belə olanda bu qaçan üçbucaq deyilir və ümumiyyətlə bazarda daha çox qrafiklərdə görsəniz, qaçan üçbucaq daha çox biz müşahidə edirik. Və dördüncü dalğanın, bax, korreksiya dalğası üçbucaq formasında daha çox ola bilir və üçbucağı biz görəndə artıq bilirik ki, bu, deməli, dördüncü korreksiya dalğasıdır. Və bu bizə belə fiqurlar, texniki analiz fiqurları bizə hər zaman kömək edir. Deməli, bu nə deməkdir? A, deməli, C-ni biz bura yox, bura müəyyənləşdiririk. Çünki qalxır bu dalğadan sonra, bu nöqtədən sonra əmələ gəlib D. Deməli, bu artıq Y dalğası gedir, yəni artıq yekunlaşmaq üzrədir. Bu Y yekunlaşandan sonra artıq yuxarı impuls olacaq. Dalğa belə yuxarı gedəcək. Yəni, dalğa nəzəriyyəsinə əsasən ehtimal daha yüksəkdir. Hər bir halda, yəni yenə nəzərinizə çatdırıram. Bizim ümumiyyətlə təhlil, bazarın təhlili, qrafik təhlili o demək deyil ki, yəni burada 100% belə deyək, bazarın istiqamətini 100% heç kəs bilmir. Sadəcə ehtimallardır və daha belə deyək, daha doğru ehtimallar mənə göstərdiyim formada mümkündür. Deməli, Y, burada artıq Y deməli, dalğası, strukturun Y hissəsi bura gəlməlidir. O üçbucağın axırını vurandan sonra yenidən yuxarı qalxacaq və biz potensialı, ümumiyyətlə, üçbucağın potensialının hesablanma qaydası var. Onun bir neçə qaydası var. Fibonacci ədədlərinə uyğun olaraq və üçbucağın daxili, yəni bax B hissəsinin, B dalğasının uzunluğu, üçbucağın ən böyük hissəsinin uzunluğuna görə müəyyənləşdirmək də olur. Deməli, biz B dalğasını müəyyən edirik nə qədərdir? Əslində biz A-dan götürməliyik və bu onun potensialıdır. Bu potensialı çıxış nöqtəsi, üçbucaqdan çıxış nöqtəsi hardasa buralara təsadüf eləyəcəyindən biz buradan onu qoyuruq və hardasa 234, yəni 233-234-ə gəlmə ehtimalı var. Yəni 5-ci sonuncu dalğanın. Ondan sonra korreksiyaya keçə bilər. Hətta bu yuxarı dərəcəli dalğa vurulubsa, yuxarı səviyyəli korreksiya ola bilər və yuxarı səviyyəli korreksiyada yenidən Fibonacci ilə hardasa 38 ya 50% korreksiya eləyə bilər. Hələ korreksiyadan danışmaq tezdir düşünürəm. Ona görə də, yəni biz bu Y dalğasının hardasa
Bura gələndən sonra aşağı bu hissəyə 173 qiymətini vurandan sonra yuxarı qalxmaq ehtimalı var. İndi biz onu da mən sizə istəyirəm daha göstərim. Yəni trayektoriya olaraq hardasa bax belə bura gəlir. Ondan sonra yəni belə bir getmək, yəni bu sonuncu nöqtə kimi göstərdiyimiz bura gəlmək ehtimalı var dalğanın. Yəni bu qədər